Salam əziz dinləyicilər, xoş gördük hər birinizi. Bugünkü videomuzda sizə qədimdən bəri həm qida, həm də təbii müalicə vasitəsi kimi istifadə olunan möcüzəvi bir meyvədən, heyvadan danışacağam. Heyvanın həm sağlamlıq üçün faydaları, həm də düzgün istifadə olunmadıqda yarada biləcəyi zərərləri mövcuddur. Gəlin bu videoda sizinlə bu qiymətli bitkini daha yaxından tanıyaq. Amma videoya keçməmişdən qabaq, sizdən xahişim bundan ibarətdir ki, videonu sona qədər dinləyin, bəyənin və dostlarınızla paylaşın ki, bu maraqlı və dəyərli məlumatdan hər kəsin xəbəri olsun. Payız və qış fəslində ən çox istifadə edilən meyvələrdən biri də heyvadır. Demək olar ki, sentyabr ayının əvvəllərindən etibarən noyabrın sonuna, hətta dekabrın əvvəlinə qədər ağaclardan təzə heyva dərilir. Heyva ləzzətli, vitamin və minerallarla zəngin bir meyvədir. Olduqca gözəl görünüşə malik olmaqla yanaşı, ürəkləri oxşayan çox təravətli ətri vardır. Heyva bir sıra xəstəliklərdən insan orqanizmini qorumaqla bərabər, həm də toxluq hissi yaradır. Bu xüsusiyyətinə görə arıqlama məqsədi ilə tətbiq edilən pəhriz proqramlarında heyvadan geniş istifadə olunur. Eyni zamanda pəhriz proqramından kənarda da heyvanın toxluq hissi yaratması xüsusiyyətindən çox qadınlarımız əlavə kilo almamaq məqsədi ilə qidalarında davamlı istifadə edirlər. Həmçinin saç və üz dərisinin qulluğunda da əhəmiyyətli dərəcədə işlədilir. Sadaladığımız faydalarından daha önəmli xüsusiyyəti heyvanın immun sisteminə göstərdiyi stimulə edici təsiridir. Xalq təbabətində heyvadan çox geniş şəkildə istifadə olunur. Müalicə məqsədi ilə heyvanın meyvəsi ilə yanaşı yarpaqlarından, ağacının qabığından və meyvəsinin içindəki toxumla birlikdə toxum yatağından da istifadə olunur. Heyvanın toxum yatağı seliklə çox zəngindir. Toxum yatağının toxumlarla birlikdə dəmləməsindən yuxarı tənəffüs yollarının iltihabı, bronxit, faringit və laringit kimi xəstəliklərin müalicəsində istifadə edirlər. Seliklə zəngin olduğu üçün bəlğəmin sekresiyasını sürətləndirir, durulaşdırır və xaric olmasını asanlaşdırır. Bundan başqa heyvanın antiseptik, antibakteriyal və antivirus təsirləri də tənəffüs sistemi xəstəliklərinin müalicəsində effektivdir. Heyva C vitamini ilə zəngin olduğu üçün maddələr mübadiləsini sürətləndirir. Həm də orqanizmin immunitetini gücləndirərək xəstəliklərə qarşı müqavimətini artırır. Dəmir, sink və bir çox başqa minerallarla zəngin olan heyva qan dövranını yaxşılaşdırır. Saç dibini möhkəmləndirərək onun uzanmasını sürətləndirir. Heyva lifli meyvə olduğu üçün həzm sisteminə çox faydalıdır. Heyva həzm zamanı yaranan qida qalıqlarının və toksiki maddələrin xaric olmasını sürətləndirir və bağırsaqları təmizləyir. Orqanizmin cavanlaşmasına və təravətlənməsinə çox yaxşı təsir edir. Heyva yarpaqlarının dəmləməsi qaraciyər xəstəliklərində istifadə edilir. Belə ki, dəmləmə güclü antioksidant effekt verərək qaraciyərin antitoksik fəaliyyətini yaxşılaşdırır və orqanizmi toksinlərdən təmizləyir. Çox ləzzətli dadına və xoş ətrinə görə heyva fərqli bir meyvədir. Heyvanın qoxusu insana rahatladıcı, əsəbləri sakitləşdirici təsir edir və əhval-ruhiyyəsini yaxşılaşdırır. Nə qədər çox yeyilsə də qanda şəkərin səviyyəsini qaldırmır. Ona görə də şəkərli diabeti olan insanlar da rahatlıqla istifadə edə bilərlər. Heyva soyuq dəyməyə və qanaxmaya qarşı da yaxşı müalicə vasitəsidir. O büzüşdürücülük, ümumi möhkəmlik yaratmaq, öd qovucu, sidik qovucu, qan kəsici, qan yaradıcı, öskürək kəsici olmaqla yanaşı, həm də xoraya qarşı antibakteriyal və antiseptik xüsusiyyətlidir. Uşaqlarda ishal xəstəliyi zamanı heyva toxumlarından hazırlanmış sulu məhlul yaxşı nəticə verir. Həmçinin bu məhlul xalq təbabətində saçın bərkiməsi üçün də tətbiq edilir. Ürək-damar xəstəliklərindən şişmələr baş verdikdə heyva meyvələrindən dəmlənmiş çay əlverişlidir. Toxum həlmi yaxşı kosmetik vasitədir.
O dərini yumşaldır, həmçinin göz xəstəlikləri zamanı kompres, boğaz ağrıları zamanı qarqara kimi istifadə edilir. Hamilə qadınlara heyva yemək daha çox faydalıdır. Heyvanın tərkibindəki dəmir qan hüceyrələrinin çoxalmasına kömək edir. Qan azlığından əziyyət çəkənlər üçün heyva əla meyvədir. Heyva antibakterial xüsusiyyətə malikdir. Bu səbəbdən orqanizmdə bir çox mikroorqanizmin çoxalmasının qarşısını alır. Ağızdakı bakteriyaları məhv edən heyva pis ağız qoxusuna qarşı çox effektivdir. Göz ağı, göz qapağı və kipriklərin iltihablanması zamanı heyva yarpağını qaynadıb suyu ilə gündə bir neçə dəfə gözləri yumaq olar. Bundan əlavə heyvanın özünü və tumunu qaynadıb suyunu içmək qadınlarda doğuşu asanlaşdırır, iştahı açır, böyrək və sidik yolu iltihablanmalarının qarşısını alır. Heyva dilimləri ilə üzü silmək qırışlara və dəridəki solğunluğu aradan qaldırmaq üçün ideal vasitədir. Dəymiş bir heyvanı sürtkəzdən keçirərək suyunu çıxarın. Bu suya pambıq batıraraq dərinizi silin. Yağlı dərilər üçün mükəmməl təmizləyicidir. Heyva çiçəyini qaynadıb içmək ana südünü artırır, ürəyini möhkəmləndirir. Bu dəmləmə baş ağrısına da faydalıdır. Əziz dinləyicilər, gördüyünüz kimi heyva həm dadı, həm də faydaları ilə çox dəyərli bir meyvədir. Amma hər şeydə olduğu kimi, onu da ölçülü şəkildə və doğru şəkildə qəbul etmək lazımdır. Bu mövzuda siz də fikirlərinizi bizimlə bölüşün. Heyvanı daha çox meyvə kimi, yoxsa çay kimi və ya mürəbbə şəklində istifadə edirsiniz? Rəy bölməsində bu barədə yazın. Əgər videomuzu bəyəndinizsə, kanala abunə olmağı və dostlarınızla paylaşmağı unutmayın. Sağlam qalın, növbəti videoda görüşənədək. Sonda onu da qeyd edim ki, bu video məlumat xarakteri daşıyır. Əgər hansısa sağlamlıq problemi yaşayırsınızsa, öz həkiminizlə məsləhətləşin.